Çox sağ ol. Kim idi? Yox. Kim? Pəri kimdir? Yox, tanımadım. Hansı Pəri? O gözü göy olan Pəri? Ha, buyur eşidirəm. Çox sağ ol. Bakıya gəldin, yığıydın. İndi niyə Bərdə gəldin yığmışsan? Yox, Bakıya gəldin, yığıydın. İndi niyə Bərdə gəldin yığmışsan? Sənin görüşmək fikrin olsaydı, sən mənə Bakıda bezin bezdirərdin. Sənin görüşmək fikrin olsaydı, sən mənə bezin bezdirərdin. Bərdə gələndən sonra niyə yığırsan ki? Niyə gəlməm? Göz canlılarıma baxmısan. Hal-hazırda canlı dolu ola gelirsin bana. Gəl, mən sənin səmiyyəniyyətinə də, sana özünə də inanmıram. Mən gözlər Akşin Başati restoranda bir kız görmüşəm, ağlım başından çıxıb, dünya gözəlidir. Onu alacaq, sən istəmirəm, Nixaçu seni. Yürət. 10 gün 2 hafta Bakıda qalmış, məni yıxmadı, Bərdiyə gəlmə məni yığır. İnanmıram o səmimiyyətinə. Keyfi duranda yığır. Papan yesin paklava, sən kalk paklavasız. Ye. İnanmıram, o kız yalancı kızdır. Tepet edirəm, görsən, bəlkə pərzə yapılmışdı. Gel, 2 hafta Bakıda kaldım, eşitirsən, 2 hafta Bakıda kaldım. İndi yığıcı nətərsən, 2 hafta Bakıda kal, gəmənlə evlənmək istəyir. İndi ayrı yox, Bakıda zeyfirlər, göç alnıma baxmırsan. Yo, birini tapmışam deyə şeydə gördüm, restoranda çox xoşum gəl, hər kim alınməsin yazmayın. Hələ ki yazmıyor, gəzəldi. Yo, gəzəcəm ondan. Həqqi. İmkanını istəmirəm. Başın ağrıyandıqlarına tökülüb gələnin olsun, yetişəsən kasıb. Az yox, sən də imkanlı qızda başında qoz qıracaq. Valla. Yox ay Pəri, elə danışıb məni yığırsan ki, 2 həftə Bakıda qaldım, bir dəfə yığaydım, Bərdiyə gələndən sonra niyə məni yığırsan ki? Yaxşı işləyir valla. Elə bir dəfə sənlə danışacağım. Bərdiyə gələndən sonra niyə yığırsan ki məni? Səmimi qız diyorsun, xahiş elə məni qətiyyətlə narahat eləmə.